Herkese selam dostlar. Yepyeni Dilmik Soccer 2025 videosuna sizden karşısındayım. Bugün ikon oyuncumun kara kart videosunu çekeceğim. Bildiğiniz gibi bende süper kara kart olup, daha doğrusu olma üzere. Ona göre istedim ki birinci ile Dava süper kara kart edeyim. Ondan sonra diğerlerini artırarım. 96 hız. Şita verdiği hızı gücü lazım değil. Hızı maksimum derecede yaxşıdır. Ona göre yani şutla hızını artırmış olduk. 89'da qalır. Nə qədər özel koçumuz 7 dənədir. Artıra bilərəm məncə. Yenidən Davul Super. Dayanıqlıq istəmirəm, hızlanması yaxşıdır. Dayanıqlıq yox. Ayala. Həm sürətini, həm də ki hızlanmasını artırmış olduq. 89-90 olaraq. Hələ ki necə deyim, dərəcəsi elə də yaxşı artmadı. Gücü, hızı 87, pası 77 olsun. Pas 78. 3 dəfə elədim uşaqlar. Üçündə də inandırım sizi bir xeyir olmadı. Yenidən 4-cü ilə davam edirik. 4 dərəcəmiz qalıb. Yəni olsa əla olar. Güc yoxsa gücü basaq bir dəfə. Şut. Bu dəfə də dayanıqlığı basaq görək. Bəlkə artdı. Yəni bunun belə olması yaxşıdır uşaqlar. Səbəbini deyim. Yəni digər oyuncular kimi öz başına artmır da. Yəni digərləri də belə olsa həqiqətən mükəmməl olar. Kondisyon lazım deyil uşaqlar. Hızlanması lazımdır. Nə də olsa hücumçudur. Konumu yoxsa, kondisyon yoxsa şut. Şut 98 olsun. Yəni 100 eləyə bilsək nə gözəl, nə qəşəng. 90'dır. Özal qaldı. Bir dənə bunu basım. Davul Super. 3 dənə eləyəcək uşaqlar. Şutu 99 eləyək. Dayanıqlıq 91 olsun. 91 olsun. Takibə ehtiyacı yoxdur. Müdafiəsi deyil. Güc basaq və artırmış olaq. Deyirəm ki dərəcəsi artar. 90. Zırt artar. Bax zırtın zırtı artar da yəni o dərəcə. Heyf yəni. Özeldən davam. Dayanıqlıq yoxsa hızlanmasını artıraq. Güc yoxsa dayanıqlıq. Güc daha yaxşıdır. 91 olsa yenə əla olardı. 91. Özel. 2. Bunu elmasla eləmək istəmirəm. İnan Allahım. Yəni elması heyf eləmək istəmirəm. Top takibə ehtiyac yoxdur. Müdafiəsi deyil. Gücünü artıraq. Yəni maksimum getsə 500 qızılım gedəcək də yəni. Eləyim mi deyirsiniz? Eləmirəm. Eləmirəm. Yəni 91 dərəcədir. Başqa bizim burada kondisyonumuz adımız var mı? Kondisyon yoxdur. Gəlin digər oyuncuların da dərəcəsini artıraq uşaqlar. Yəni digərlərini də artıraq. Teknikdən davam edək. Yəni video qısa alınmasın da. 75. Kondisyon nadirin içini basaq. Valverde, Saliba 89-86 idi. Elə danışa bilmədim. Yəni elə də qalmış oldu. Yaygından davam edirik. Toni Kroos 86. Nadirdən davam edək. Van Dijk, Kylian Mbappe. Yəni əslində pis olmadı. Yenə də artsaydı daha yaxşı ola bilərdi. Baxı görək bizim burada nələrimiz var. Bunu sabah götürəcəm. Yenə yaygın koç verirsə vermirəm. Vermir. Özel koç nadir verir özdə. Amma ki orada lazım deyil də bizə. Başqa nə eləyə bilərik? Başqa. Yəni bu qədər məncə bəs eləyir. Əsl Davos dərəcəsi uşaqlar.
Daha süper. 91 oldu. Şutta %2 derecesi kaldı. Bu videoluk bu kadar olsun inşallah. İnşallah yeni bir videolarda görüşmeye ümidiyle. Allah'a emanet olun. Sağ olun, selamat kalın.